Salam. Benim kiçik fərdi yaratdığım gördüyünüz kimi bostan deyim yoxsa yəni hər halda kiçik bir sahədir. Ben keçən dəfə demişdim ki, üzük gübrələrdən istifadə etmək, yəni orqanik gübrələrdən istifadə etmək lazımdır. Və bunun üçün mən nədən istifadə edirəm? Keçən dəfəki videoda mən qeyd eləmişdim ki, üzük gübrənin hazırlamasını sizə deyəcəyəm. Bax, gördüyünüz bu tarlada bitən alaq otları ki var. Həmin alaq otlarını toplayırsan. Bax, bu görürsünüz bu çəlləyi. Bu çəlləyin içərisinə doldurursan, üzərinə su tökürsən. Orada çürümə bakteriyaları üçün əlverişli şərait yaranır. Bax, görürsünüz, aşağıdan bu çürüyür, minerallaşır yəni və həmin alaq otlarında olan mineral maddələr o suyun tərkibinə qarışaraq orada minerallardan ibarət bir məhlul yaranır. Və həmin məhlulu, bax bu gördüyünüz ölçülü qabdır. 1 litr. Bundan götürürəm. Bunda o qədər də axı qatı olmur məhlul. Və hər bu bitkinin gördüyünüz kimi köklərinə bir qab əlavə eləyirəm və bu bitkilərin üzvü gübrəyə olan tələbatını ödəmiş olur. Şimdi görün ki, nə qədər məhsul var burada. Şimdi haradasa var bir müddətdən sonra məhsul yetişəcək. Mən də ondan istifadə edəcəyəm. Deməliyəm ki, bu məhsulun əldə olmasında heç bir mineral gübrə, yəni süni şəkildə olan gübrələrdən istifadə olunmur. Kimyəvi gübrələrdən istifadə olunmur. Yalnız gördüyünüz kimi burada üzvü gübrədən istifadə olunur. Ki, bu da təhlükəsizdir, insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. İstərdim ki, siz də bu metoddan istifadə edəsiniz. Bax, görürsünüz, suyun rəngi artıq dəyişib. Bu deməkdir ki, bunun altında da var. Bu deməkdir ki, burada çürümə prosesi gedir. Yəni minerallaşma prosesi gedir. Bu qədər, sağ olun.